həyatın özüdür. Rejissor və kinoaktyor Elvin Əhmədov filmin onun üçün özəlliyini belə izah etdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alan Elvin bəy bu gün kinoaktyoru kimi tanınsa da, rejissorluğa olan maraq özünü daha çox göstərir. Mənim üçün rejissorlar daha xüsusi sayılır. Çünki mən dəfələrlə şahid olmuşam və bu dəfə də şahid oldum. Yəni onu sonra deyəcəm ki, yəni rejissorlar həmişə arxa planda qalır. Aktyorlar ön planda qalır, rejissorlar arxa planda və onun zəhmətini dəyərləndirmək üçün yəni özüm bu sənətə sənəd verdim ki, yəni daxil olum və görüm ki, o necə bir hissdir, necə bir sənətdir. Kinoya olan maraq tələbəlik illərindən özünü biruzə verdi. Ənvər Əbülcün Tərsinə çevrilmiş dünya filmində təcrübə toplayan rejissorun musiqi təhsili də var. Elvin Əhmədov məktəb illərində Arif Qaziyevin Muğam teatrında retro estrada musiqisindən dərs alıb. Belə də yox da sevdim. Ona fikirləşib qərar vermişdim. Deməli, hazır idim. Rejissor kimi ilk film təcrübələrindən başlayar-başlamaz, istedadlı gəncin aktyorluq bacarığı da üzə çıxdı. Sözün əsl mənasında gözləmədiyim bir məqamda Elxan Cəfərov qayıtdı ki, bəs bu obrazı özün oyna, sən oyna. Video prov oldu, foto prov oldu, ondan sonra dəqiqləşdi və mən bu filmə çəkildim. Və bu filmə çəkiləndən sonra düşündüm ki, yəqin bəli, çəkildim, bu dərəcədə uğurlu alınacağını gözləyirdim, amma lap bu dərəcəsini gözləmirdim açığı. Dolu filmindəki pələng obrazı Elvin Əhmədovu kinoaktyor kimi tanıdaraq qarşısında yeni yaradıcılıq yolu açdı. Bu filmdə həyatın özü var. Qarabağ, müharibə və ümid. Elvin Əhmədov ona olan ümidləri doğruldaraq ekranda özünə məxsus, fərqli obraz yaratdı. Pələng obrazı Dolunun Azərbaycan kinosuna verdiyi yeniliklərdən biri hesab olunur. Ekran əsərinin ürəyi saf qəhrəmanı Pələng haqqında aktyorun özü danışdı. Filmin rəngarəngliyi ondan ibarətdir ki, orada hər xarakterdə bir obraz var. Hər xarakterdə obraz var. Komandir var, xüsusi xarakterə malik insandır, drakon var, tamamilə fərqli bir tipajlı insandır və Pələng. Səhər uğraşana gediblər, mən geridə qalmışam. Pələng anti-müharibə qəhrəmanı, müharibənin tam əleyhinə olan bir gənc, hansı ki, nakam ölümlə qarşılaşır filmdə və təbii ki, sülh istəyir, yəni istəmir ki, ailəsi dağılsın, dostları, qardaşları, yəni pislik istəmir. Filmin sonuna qədər də çalışır ki, hamıya yaxşı olsun. Dolunun uğurundan sonra müxtəlif seriallarda və filmlərdə fərqli obrazlarla qarşımıza çıxan aktyor yaratmaq istədiyi rol haqqında sənətkara danışdı. Arxadan vurulan zərbə filmi mənim ən sevdiyim filmdir. Çünki orada 3 ən sevdiyim aktyor oynayır. Şahmar Ələkbərov, Yusif Vəliyev və Hamlet Xanzadə. Bunlar üçü bir filmdə yığışıblar, möhtəşəm bir iş alınıb. Amma məhz Şahmar Ələkbərovun oynadığı obraz, yəni o xarakterdə, o tipdə bir obrazı canlandırmağı, yəni inşallah arzulayıram. Gələcək planlarından danışan aktyor bildirdi ki, mart ayında rejissor Səbuhi Səmədovun Bumerang filmində fərqli obraz yaratmağa hazırlaşır. Səninlə mən demək istəyirəm ki, səndən xoşum gəlir. Başıma gələnlərdən sonra sənə görə çox narahatam. İstəyirəm həmişə hər dəqiqə yanında olum. Bugün daha çox kinoaktyor kimi fəaliyyət göstərən Elvin bəy rejissorluq sahəsindən də uzaq qalmır. Lakin burada bəzi məqamlar var. Bu günləri Azərbaycanda rejissor kimi fəaliyyət göstərmək üçün böyük dəstəyə ehtiyac var. Böyük köməyə ehtiyac var və uzun bir yola ehtiyac var. Yəni gördüyümüz işlər öz yerində, amma bir filmin, hər hansısa bir filmin quruluşçu rejissoru olmaq üçün uzun yol keçməlisən və dəstək almalısan. Ona görə də düşünürəm ki, bunu hələ ki hülya kimi yox, amma reallaşdırmağı inşallah gələcəkdə düşünürəm. Hal-hazırda aktyor sənəti məni necə deyərlər, ruhdan düşməyə imkan vermir. Gənc rejissor və kinoaktyorun qarşısında böyük hədəflər var. Özünü həm rejissor, həm də kinoaktyor kimi təsdiqləməyə çalışan Elvin bəy işin keyfiyyətli alınması üçün eyni filmdə həm rejissor, həm də aktyor olmaq istəmir. O ki qaldı aktyorun gənc həmkarlarına
Elvin Əhmədov onların uğurlu karyerası olduğunu və zamanla özlərini daha da sübut edəcəklərini bildirdi.